Qeyri-müəyyən yelik 2. Qeyri-müəyyən təsirlik 3. Adlıq hal. Bunların hər üçünün şəkilçisi adlıq halın neymiş? Hal. Hər üçünün şəkilçisi nə sualıdır? Nə sualı? Bəs biz bunu necə fərqləndirəcəyik? Biz hardan biləcək ki, bu nə sualına cavab verən söz qeyri-müəyyən yelikdir, təsirlikdir, yoxsa adlıq hal? Yenə ən birinci mənasına baxacağıq, məna məzmunu. Digər isə qaydalar var, gəlin qaydalara baxaq. Əgər qeyri-müəyyən yelikdirsə, birinci qayda, qeyri-müəyyən yelik hal olanda. Deməli, birinci qaydaya baxırıq. Qeyri-müəyyən yelik hal olanda. Ən birinci, müəyyən yelik halının şəkilçisini artıra bilirik. Yəni, n-4 artıra bilərik. Məsəl üçün, bu birinci qaydasıdır. Qeyri-müəyyən yelikdən söhbət gedir. Məsəl üçün, nə deyək, kitab səhifəsi. Kitab səhifəsi. Kitab səhifəsi. Kitabın. Biz bura kitabın səhifəsi deyə bilirik. Gördünüz, n şəkilçisini artırdıq. Yəni, müəyyən yeliyin şəkilçisini artırdıq. Bu bir qayda. İkinci qayda, qeyri-müəyyən yelik haldan sonra mənsubiyyət şəkilçili söz gəlir. Bu nədir? Səhifəsi, kitab səhifəsi. Burada heç çatışmadır, sığmadır, yaza bilmədim. Kitab səhifəsi. Mənsubiyyət şəkilçili söz gəlibdir. Deməli, qeyri-müəyyən yelik haldan sonra ikinci qayda bu oldu ki, özündən sonra mənsubiyyət şəkilçili söz gəlir. Kitab səhifəsi. Sonra nə deyək? Ev qapısı. Baxın, mənsubiyyət. Evin qapı nəyə aiddir? Nəyə mənsubdur? Evə. Ev onun sahibidir. Belə. Deməli, iki qayda oldu. Birinci qayda bu oldu ki, n şəkilçisini artırırıq qeyri-müəyyən yelik hal olanda. O da nə sualına cavab verir. Çünki ikinci qayda bu oldu ki, özündən sonra mütləq mənsubiyyət şəkilçili söz gəlir. Ev qapısı, qapısı mənsubiyyətdir. Evdə qeyri-müəyyən yelik halı sözdür, şəkilçisizdir. Biz bura amma müəyyən yeliyə çevirə bilirik də, yəni müəyyən yeliyin şəkilçisini artıra bilirik. Bu bir. Keçək digərinə. Məsəl üçün, başqa sözlə deyə bilərik. Məsəl üçün, həyət bağçası. Biz ona n artıra bilirik. Olur, həyətin bağçası. Həm yelik halı şəkilçisini artırdıq, həm də özündən sonra mənsubiyyət şəkilçili söz gəlibdir. Həyət bağçası. Bağçasındakı ı mənsubiyyət. Bu belə. Qeyri-müəyyən təsirliyə də baxaq. Qeyri-müəyyən təsirlikdə də birinci qayda odur ki, yenə əsas məzmundan bilinir, amma məzmundan bilinmirsə, birinci qayda odur ki, qeyri-müəyyən təsirlikdə də yelik halda olan kimi müəyyən təsirliyə çevrilmək olur. Yəni, təsirlik halının şəkilçisini artıra bilirik. Məsəl üçün, deyirəm ki, su içdim. Su içdim. Nəyi? Suyu. Nə sualı çıxır olmağına? İçdim. Nə su? Nə sualı çıxdı? Qeyri-müəyyən təsirlikdir çünki. Amma biz bu sözü, su sözünü müəyyən təsirliyə çevirə bilirik. İçdim. Yəni, biz bura müəyyən təsirliyin şəkilçisini artıra bilərik. Suyu içdim. Yəni, artıraq. Suyu içdim. Gördünüz? Artırdım. Artırdımsa, artıra bildim və məna pozulmadırsa, deməli bu nə olacaqdır? Olacaqdır. Qeyri-müəyyən təsirlik halı söz. Sadəcə mən onu çevirə bildim müəyyən təsirliyə. İkinci qaydası da odur ki, qeyri-müəyyən təsirlik adətən xəbərin yanında gəlir. Elə baxın, su içdim, xəbərin yanında gəlibdir və xəbər təsirli feildən ifadə olunur. Yəni, xəbər nəyi sonra cavab verir? İçdim. Nəyi? Təsirli feildən ifadə olundu. Su içdim və yaxud da nə deyək başqa? Kitab aldım. Kitab aldım.
Kitab aldım. Kitab aldım. Aldım. Neyi? Aldım. Neyi? Ne kitap? Olur. Tamamlıq. Tamamlıq. Aldım. Nə kitab? İndi biz bura yenə də təsviri halın şəkilçisini artıra bilirik. Artıra bilirik. Məsəl üçün artıraq baxaq. Kitabı aldım deyə bilirəm. Kitabı aldım. Kitabı aldım. I şəkilçisini artırdım. Məzmun dəyişmədi və buradakı kitab ümumilik bildirir. Mənim kitabım deyil. Hamıya aid olan ümumi bir kitabdır da. Yəni burada hal-hazırda mənim kitabım olduğuna dair, bəlkə mən kimisə kitabını oradan götürmüşəm, almışam. Yəni vurğulamıram da. Burada mənim kitabım yoxsa ümumidir. Burada hal-hazırda ümumilik bildirir. Deməli, təsviri halda əsas qaydalardan biri oldu ki, müəyyən təsviriyə çevirə bilirik və adətən xəbərin yanında gəlir. Kitab aldım, su içdim və yaxud da yemək yedim, dərs oxudum, dərsi oxudum deyə bilirik. Görürsünüz, dərs oxudum gəlib xəbərin yanında və müəyyən təsviriyə çevirə bilirik. Bu da ikinci qaydası.